Necə qaldı hökumət haqqında nə deyə bilərsiniz? Bugün apellyasiya məhkəməsi Tofiq Yağubovla bağlı növbəti qərarını verdi. Növbəti qanunsuz, ədalətsiz qərarını verdi. Sözsüz ki, gözləmədiyimiz bir şey deyildi. Gözləyirdik. Bundan qabaq da yazmışdım ki, məhkəmədən heç bir gözləntim yoxdur. Elə də oldu. Bu qədər sübutlar, faktlar, albilər, yəni səslənməsinə baxmayaraq Tofiq Yağubov dəfələrlə yenidən bu cinayət işinin saxta olduğunu, qurama olduğunu, şərləndiyini, siyasi fəaliyyətinə görə həbs olunduğunu dəfələrlə desə də, yenə hakim yuxarıdan gələn zənglə Tofiq Yağubovun 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qüvvədə saxladı. Hətta vəkillərin belə Zahid Orucun bu yaxınlarda Pravda qəzetinə verdiyi müsahibəni belə istinad gətirdilər ki, adam özü belə etiraf edib ki, yəni sözsüz ki, Zahid Oruc heç vaxt özündən demir sözləri, bu sözlər ona dedizdirilir və o belə artıq etiraf eləmişdi ki, Tofiq Yağubov siyasi məhbusdur. İlham Əliyev və onun hakimiyyətini dəfələrlə tənqid etdiyinə görə də şəhərlənib həbs olunub. Buna rəğmən bütün bu sübutlara baxmayaraq, xalqın, ölkənin, ictimaiyyətin tələbinə baxmayaraq, yenə Tofiq Yağubovunu həbsdən azad eləmədilər. Baxmayaraq ki, Tofiq Yağubovun şəhərləndiyini hər kəs bilir və Tofiq Yağubov bağlı hökmün, ədalət hökmündə Azərbaycan cəmiyyəti vermişdi. Ancaq İlham Əliyev və onun hakimiyyəti yenə xalqı və cəmiyyətin qərarı hökmünü heçə saydı və yenə öz qisasından əl çəkmədi, Tofiq Yağubovunu yenə həbsdə saxladı. Tofiq bəyin səhhəti necədir? Acıqlı, bugün artıq 10 gündür ki, acılığı dayandırıb, amma həqiqətən də görünür, çox özünüz də görünür və məhkəmə zalındakiler də ki, çox zəifdir, çox zəifdir. Hətta özü belə bildirdi ki, yenə baş gicəllənmələrim qalır, amma yəni mütəmadi həkim yanına gedə bilmədiyi üçün ona lazım o tibbi müdaxilələr olmur ki, onun üçün çox önəmlidir. Çünki 40 gün aclıq etmək və 65 yaşındakı Tofiq Yağubov çox böyük bir səhhəti ilə bağlı çox ciddi zərər vurub və çox əsəbidir. Amma normalda da adam əsəbi olar belə. Yəni hətta sağlam adam belə olsa bu qədər sübutların, faktların qabağında yenə günahsız olaraq yəni azadlıqdan məhrum edilsə əlbəttə ki, əsəbi olar. Bir də ki, aclıqdan sonra Tofiq Yağubovun bu vəziyyəti yenə də çox əsəbi idi, çox gərgin idi. Düzdür, özü belə deyir ki, artıq yoruluram, tez yoruluram. Ona görə hətta çıxışını belə yarımçıq elədi, çox uzun etmədi. Halbuki gündərlə danışsa da belə yenə Tofiq Yağubov özünün suçluluğunu yəni, sübut eləsə də bizim üçün mahiyyət heç bir şey dəyişmədi. Onu da gördük, çox təəssüflü. Çox sağ olun. Çox sağ olun. Teşekkürler.